Deməli Ülkər xanım, əgər sizə sual verilsə ki, formal təhsil forması nə deməkdir? Deyə bilərsinizmi? Formal təhsil forması nə deməkdir? Müəllimə. Formal təhsil forması o deməkdir ki, yəni sonunda isə dövlət sənədi verilir. Formal təhsil formasıdır. Məsələn, deyək ki, universitetdə məsələn diplom verilir. Həmin diplom isə dövlət sənədidir və dövlət sənədi olduğuna görə ona formal təhsil hesab olunur. Ay, sağ olun, bəli. Arzu xanım, siz deyin. Qeyri-formal təhsil forması nədir? Qeyri-formalda formaldan fərqli olur. Burada verilən sənəd rəsmi deyil, yəni dövlət sənədi verilir. O da əsasən kolleclərdə olanlardır, peşədir ki, yəni burada kurslarda olanlardır. Kollec deyil, kollecin sonunda sizə rəsmi sənəd verilir. Bu dövlət sənədi sayılır, formaldır. Amma qeyri-formal kursdur, dərnəklərdir, fərdi müəllimdir. Sonda dövlət sənədi verilmir qeyri-formalda müəllimlər, yadda saxlayın. Amma formalda verilir sonda dövlət sənədi. Aydındır?